Hamiləlikdə ana sadəcə bətnində bir körpə böyütmür. Ana həmçinin o körpəsinin beynində dünya təhlükəsizdir ya yox proqramını yazır və bunu edən təkcə onun motivasiya edici sözləri deyil, həm də ananın hormonlarıdır. Ana əgər xronik olaraq stres halındadırsa, kortizol da davamlı yüksək olmuş olur və bu hormon uşağın da sinir sisteminə təsir edərək ona bir mesaj verir. Hazır ol, dünya təhlükəlidir. Lancet jurnalında çap olunan məqalədə göstərilir ki, hamiləlikdə yüksək stres ananın hormonlarını dəyişərək uşağın da emosional reaktivliyinə təsir edə bilir və digər tərəfdən də oksitosin və stabil olaraq kortizolun yüksək balansı uşağa təhlükəsizlik hissiyatını verir. Praktik həll nədir? Hamiləlikdə təkcə ultrasəs müayinəsi deyil, həmçinin hormonal check-up da olmalıdır. Lazım olduqda psixoloji dəstək mütləqdir. Tiroid hormonları, vitamin D, stresin idarə olunmasına öyrədilməsi, psixoloji dəstək bir hamilənin gələcəkdə sağlam və pozitiv bir övlad yetişdirməsinə yardımcı olacaqdır. Çünki ana sakitdirsə, uşaq da daha təhlükəsiz inkişaf edir. Endokrinoloq qəbulunda hamilələrdə hormon balansı yoxlanılmalı və hər pasiyentə fərdi olaraq dərman müalicəsi ehtiyac varsa təyin olunmalıdır. Hamilənin bütün hamiləlik müddəti boyunca düzgün izlənməsi nəinki ginekoloq, həm də lazımlıdırsa və diaqnoz artıq qoyulmuşsa, endokrinoloq tərəfindən də aparılmalıdır. Və bu arada gözdən qaçan psixoloq konsultasiyasında unutmayın. Çünki sakit ana gələcəkdə sakit övlad və xoşbəxt övlad deməkdir. Özünüzdən müğayət olun. Bu videonu faydalı hesab etdinizsə, yaxınlarınızla, hamiləlik planlayan xanımlarımızla və artıq hamilə olan xanımlarınızla paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın.